Qardaş soruşur ki, təfridu uzatmadır. Daddan sonra vav gəlir. Bu da bildik ki, məd hərfidir, uzatmadır. Sonra əlif gəlir. Deyir, bu necə oxunur? Ümumən, ərəb dilinin qayda qanunlarına əsasən cəm forması, yəni məsələn, darabu, kətəbu, cələsu, yəni axırı bu u uzatmasıyla. Bu forma olduqda, orada həmin bu dammanı uzatdıqdan sonra əlif yazılır. Lakin bu əlif oxunmur. Bu əlif yalnız ərəb dilinin qayda qanunlarına əsasən bu feilin cəm forma olmasını bildirir. Ona görə buradakı əlifin üzərinə baxsaz, nə üstündə, nə altında heç bir hərəkə, heç bir simvol yoxdur. Ona görə burada nədir? Bu yalnız sadə formada, deməli, cəm formasıdır. Əlif oxunmur. Ərəb dilinin qayda qanunlarına əsasən yazılır, amma oxunmur. Əv təfridu ləhünnə. Əlifi oxumadıq. Əlif orada yalnız cəm əlamətidir.